4. Elmi yanaşma, simlər nəzəriyyəsi. Müasir fizikanın ən dərin nəzəriyyələrindən biri olan simlər nəzəriyyəsi maddənin ən kiçik zərrəciklərinin titrəyən simlərdən ibarət olduğunu deyir. Bu simlər titrəyişlər vasitəsilə müxtəlif hissəcikləri və nəticədə müxtəlif aləmləri formalaşdırır. Bir-birinə yaxın, yəni bizim baxışına yaxın olan dünyalar bir-birinə toxunmadan mövcud ola bilər. Quran bu anlayışa yaxın fikri belə ifadə edir. Biz hər şeyi müəyyən ölçü ilə yaratdıq. Quran, Qamer 49. Deməli, kainatın hər qatında fərqli ölçülər, fərqli qanunlar işləyə bilər. Hər müxtəlif titrəyiş yeni bir varlıq formasına və hətta yeni bir dünyaya səbəb ola bilər. 5. Dünyalar arası keçidlər və portallar. Quranda bəzi ayələrdə ulduzların və göylərin qapı, yəni portal funksiyasına işarə olunur. Göyü bürcülərlə bəzədik və onları şeytandan qorman etdik. Kim xəlvəti qulaq assa, onu yandırıb yaxan alov təqib edər. Hicr 16-18. Cəhənnəmin 7 qapısı vardır. Hər qapıdan müəyyən bir dəstə girər. Hicr 44. Ulduzların, xüsusilə də qara dəliklərin digər dünyalara keçid portalları ola biləcəyi ehtimalı elm tərəfindən də irəli sürülür. Qara dəliklər ulduzların partlayışı nəticəsində əmələ gəlir. Ola bilər həmin qara dəliklər ulduzların daxilində mövcuddur, ancaq ora müdaxilə etmək qeyri-mümkündür. Bəlkə də cinlər müdaxilə edə bilər. Ancaq Quranda göstərildiyi kimi, həmin keçidlər onlardan da qorunur. Quranın 7 qapı ifadəsi isə hər dünyadan müəyyən istiqamətə, bu daha çox qiyamət gününə aiddir, keçid ehtimalını metafizik dillə təsvir edir. 6. Allahın yaxınlığı və çoxqatlı dünyaların sirləri. İnkar edənlərin Allah hər yerdədirsə, nəcis yerdə dəmi sualı əslində məkan anlayışının məhdud təfəkkürlə qavranmasından doğur. Əgər kainat çoxqatlı və çox ölçülü quruluşdadırsa, onda bizə görə eyni məkanda olan müxtəlif varlıqlar bir-birinə toxunmadan mövcud ola bilər. Allahın hər yerdə olması da məhz bu çoxqatlı reallıqların fövqündə durması, onları əhatə etməsi mənasındadır. Nəticə 1. Allah məkandan və zamandan müstəqildir, onu bizim fiziki məkan təsəvvürümüzlə məhdudlaşdırmaq mümkün deyil. 2. Quran 7 göy anlayışı ilə çox qatlı və çox ölçülü kainat quruluşuna işarə edir. 3. Simlər nəzəriyyəsi və kvant fizikasındakı paralel aləmlər anlayışı Quranın təsvirlərini elmi baxımdan anlamağa imkan yaradır. 4. Dünyalar arası keçidlərin varlığı, ulduzların və qara dəliklərin portallar kimi işləməsi ehtimalı Quran ayələri ilə uyğun gəlir. 5. Allah hər yerdədir ifadəsi, onun məkan və zamandan uca olması, hər şeyi elm və qüdrəti ilə əhatə etməsi deməkdir. Maddi mənada məkan məhdudiyyəti ilə izah olunmur.